x1'in mərkəzində bir at çarpaz var. 3 vur 1 3. x1 vur x2 ilə q deməkdir də. Q də 3 sənə 3-ünü soruşur. Bu kadar. Burada her tərəfini 2'ye bölüb qurtula bilərik. Böl hər tərəfini 2'ye. Böldük. Sonra x1 üstəgəl x2 mənfi 1,5. x1 vur x2 mənfi 3 olur. Sonra burada vuru verib 2x1 çıx 3. 2x2 çıx 3. Vuru basmağa beşəndə 2'ni 2'ye vur 4 x1 x2 çıx 6 x1 çıx 6 x2 üstəgəl 9. x1 x2 bəllidir. Mənfi 3. 4 vuraq mənfi 3 çıx 6. Bu ikisindən 6'nı çıxarım. x1 üstəgəl x2. 4 dəfə mənfi 3 mənfi 12 çıx 6 vurulsun. x1 vur x üstəgəl x2 də bəllidir. Mənfi 1,5. Mənfi 12 plus 6. Hesabında mənfi 6 edir. C-nin hansı qiymətində tənlik yüklərinin kubları cəmi çıx 6x üstəgəl c bərabərdir. x1'in kubu üstəgəl x2'nin kubu 162'ye bərabərdir. Köməkçim qısa vurma sütunu yazım. x1 üstəgəl x2'nin kubu çıx 3x1 x2 yox yatan çıx x1 üstəgəl x2 x1 üstəgəl x2 bəllidir 6. x1 vur x2 də bəllidir c. x1 üstəgəl x2 6'dır. 6'nın kubu çıx 3 vur x1 vur x2 c'dir. x1 üstəgəl x2 də 6'dır. 216 çıxılsın 3 dəfə 6'dan 18 c 162. Çıxanda 4 5 c də bərabər 3'ə. Bizdən də c-ni istəyirdik. Kökləri cəmini 0'a bərabər edin. x1 üstəgəl x2 bərabərdir 0. Köklər cəmi əks işarə ilə budur. 2 çıxılsın a çıxılsın a-nın kvadratı. Hər tərəfə mənfiyə vursam 0'ı mənfiyə vuranda onsa 0 edir. Deyəm, mütərizəni açmaq daha çox sərf edir. İşarə əksə dəyişdir. Mənfi 2 üstəgəl a üstəgəl a-nın kvadratı. A kvadratı üstəgəl a çıx 2 bərabər 0. Deyir, a parametrlərin qiymətləri hasili. Yəni a1 vur a2 və mənfi 2 olur. 43. X kvadratı üstəgəl 14 x üstəgəl p bərabər 0. 42 yazdım. Birdəki x1 üstəgəl x2 mənfi 6'dır. x1 vur x2 p'dir. 2 bölünsün x1 üstəgəl 2 bölünsün x2 36'dır. Bu sürət məxrəcin x2'ye vur. Bununkini də x1'e vur. 2x2 aşağıda da x1 x2. 2x1 aşağıda x2 x1.
Aşağıda x1, x2. Yukarıda 2x2 üstə gəl 2x1. Düzdür. 2'ni ortaq vurğa çıxar. Qaldı x1, x2. 36'nı bölsən 2'ye nə edir? Bölmə yox. Deyil, yerini yazıq. x1 üstə x2 mənfi 6'dır. Cəmi yerini yazın mənfi 6. 2 vur mənfi 6. Aşağıda. x1 vur x2 də p'dir. Çarpaz vuraq. 36 p bərabərdir. Mənfi 12'ni 1'ə vurada mənfi 12. Kəsir xətti 36. Yuxarıda mənfi 12. Mənfi 3'də 1. X xarada çıxılsın 7. X üstə 1 bərabər 0. x1 üstə x2 7'dir. x1 vur x2 1'dir. Bizden bu soruşulur. Bunu bir a'ya beraber eder. Sonra eyni ifadəni götür. Kvadratı kimi yaz. Birincinin kvadratı. İnşallah bu bilsin. Kvadrat kökü aparır x1. 2 kök altında köklərin dərəcəsi eynidir deyə bunları bir kökə salmaq olar. Burada da kvadrat kök aparır x2. x1 üstə gəl x2'ni yan bayan gətir. Üstə gəl 2 kök altında x1 vur x2 1'dir. Gət yaz 2 kök altında 1. x1 üstə gəl x2 də ki 7'dir. 7 üstə gəl 2 kökdə 1, kökdə 1'dən 1 çıxır. 9 bərabər a kvadratı. A bərabər 3, a bərabər mənfi 3. Mənfi 3 götürmürsən, nəyə görə? 2 dənə köklər müsbət ifadədir. 2 müsbət ifadənin cəmi həmişə müsbət eləməlidir. Yəni a sıfırdan böyük olmalıdır. Ona görə müsbət 3 götürsün. Tənliyin kökləri sıfırdan fərqli əksəriyyətlərdir. Tənliyin köklərinin əksəriyyətlər olması üçün şərt var idi. 3 dənə şərt yazmışdım. Tənliyin köklərinin əksəriyyətlər olması üçün B 0 olmalıdır. C sıfırdan fərqli olmalıdır. B'si nədir bunun? Mənfi P kvadratı çıx 9. Mənfidən qurtulub P kvadratı çıx 9 bərabər 0. Hər tərəfi mənfiyə burada 0 onsuz sağ tərəf. P kvadratı 9 keçdi sağa 9. P də bərabərdir 3. P bərabər mənfi 3. C 0'a bərabərdir. Bunun C hissəsi də P çıxışdır. P çıx 3'də 0'dan fərqli olmalıdır. P ilə fərqli olmalıdır 3'dən. P 3'dən fərqlidirsə buradakı 3'ü götürməyəcəksən. Ancaq mənfi 3'ü götürəcəksən. Cavabı mənfi 3'dür. Yadda saxla ki köklərdən biri rasional sayılar mütləq qoşmadır. Yəni məsəl üçün x1 2 plus kökdə 5'dirsə x2 olacaq bunun əksi. 2 çıx kökdə 5. Mənfi 2 üstə kökdə 5 də ola bilər. İnşallah elə birinci dəfədən tapaq cavabı düz çıxsın, ikinciyə heç baxmarıq. x1 üstə x2 dəymirəm. C-ni tap deyir. C nəyə bərabər olur? x1 vurulsun x2'yə. x1 bəlli, x2 də bəlli. Vuraq bir-birini. 2 üstə kökdə 5. 2 çıx kökdə 5. Kvadratlar fərqi yaranır. 2'nin kvadratı çıxılsın kökdə 5'in kvadratı. Kvadrat kök apar. 4 çıx 5. Mənfi 1. 56. Deməli x1 üstə x2 bəllidir. 7. x1 vur x2 də bəllidir. 5. Bizə deyir kökləri x1 üstə 2 olsun. Tutaq ki həmin tənliyin kökünün biri y1'dir. y1 x1 üstə 2'dir. y2 də x2 üstə 2'dir. O biri tənliyin köklərini də tapacağıq. P'si olacaq mənfi y1 üstə y2. Q'su da olacaq y1 vur y2.
Həmin tənlik bir formada olacaq. Y kvadratı üstə gəl PY üstə gəl Q bərabər 0. İndi P-ni qalxan tapaq P ilə Q-ni. P bərabərdir mənfi Y1 üstə gəl Y2 mənfi Y1 nədir? X1 üstə gəl 2-dir. Y2 nədir? X2 üstə gəl 2-dir. X1 üstə gəl X2 bəllidir onsuz da. X1 plus X2 7'dir. 7 plus 2 9 plus 2 7 belədən X1 ilə X2'ni yan bayan götür. Bu 2 ilə 2'ni sadələşdir 4 eləsin. X1 ilə X2'nin cəmi 7'dir şərtdə. 7 plus 4 mənfi 11. P çıxdı mənfi 11. Q'dəki Y1 vur Y2. Y1 X1 üstə gəl 2'dir. Y2 X2 üstə gəl 2'dir. Buranda X1 X2 2x1 vur baxacam. Çox aydın 2x2 2 dəfə 2 4. Hər birindən X1 vur X2'nin qiyməti yuxarıda var idi 5. Bu ikisindən 2'ni çıxar. Üstə 4 yerində qalsın. 5 üstə gəl 2 vurursun. X1 vur üstə gəl X2 7'dir. 2 vur 7 üstə 4. 5 üstə gəl 14 üstə 4. 18 üstə 5 23. Q də 23'dür. Tənliyin doldu. Y kvadratı üstə gəl P Y üstə gəl Q. Y kvadratı P neçədir? P mənfi 11'dir. Mənfi 11 Y Q'dəki 23. X kvadratı tənin kökləri hasili kökləri cəminin ikincisində bərabərdir. Bax, köklər hasili sözlə yazıram. Cəmin 2 misli. Köklər hasili tənliyi yazaq birinci. X kvadratı üstə gəl bx plus 2 çıxılsın 3b. Köklər hasili yanında x olmayan lübo ifadədir. 2 çıx 3b sərbəst sətdir. Köklər cəmi əks işarə ilə bu əmsaldır. X1'in x üstü 1'in əmsalıdır. Yəni 2 vurulsun mənfi b. Tənliyi əldə edilir. 2 çıxılsın 3b bərabərdir mənfi 2b'yə. 2 bərabərdir 3b keçdi sağa müsbət 3b çıx 2b. 2 bərabərdir 1b'yə. Bizdən də b-ni istəyirdi. X kvadratı çıxılsın 4x plus m. X1 A'dır. X2 M'dir. A sıfırdan büyük, M sıfırdan fərqli. Birinci hər tərəfini A'ya bölək ki, tənlikdə. Dedik ki, AX kvadratı bölünsün A. Çıx 4x böl A, M böl A. A'lar getdi, qaldı x kvadratı çıxılsın 4 böl AX, M böl A. X1 vurulsun X2 bərabər olur, M bölünsün A'ya. X1'in özü A'dır, X2'nin də özü M'dir. X1'in yerinə A yaz, X2'nin yerinə M yaz. M bölünsün A'ya. Bunu çarpaz vuranda A vur M vur A bərabərdir 1 dənə M. M'lər gedir ixtisar, qalır A vur A kvadratı, sağda da 1 qalır. İxtisar gedəndə. A da bərabərdir ya 1'ə ya da mənfi 1'ə. A sıfırdan böyük olduğuna göre 1'i götüreceğim. Şərtdə deyir A sıfırdan böyükdür. Yazıb A sıfırdan böyükdür. Ona göre A'nı 1 götürürüm. M-i tap. A 1 olandan sonra yerini qoyaq M-i tapaq. Buradan tapamayacaq. A 1 isə deməli tənliyi təzən yazım.
x kvadratı çıx 4 böl 1 üstə gəl m böl 1. Sağ çıx 4x üstə gəl m bərabər 0. A1 olanda A da 1'dirsə yazıb x1 A deyil. x1 A'dır. Deməli x1 1'dir. x2 də m'dir. Bilinmir nədir. x1 üstə gəl x2 nəyə bərabər oldu? Əks işarə ilə buna. 4'ə. x1 bəllidir 1. x2 bəlli deyil m. 4'ə. M də bərabər 3. 60. Kök altı x1 üstə gəl kök altı x2 bərabər 8. Kvadrat yüksəlir. 8'in kvadratı. 2 kök altı x1 8'in kvadratı 64. Kvadrat kök aparır x1 2 kök altı x1 x2 kvadrat kök apardı x2 64'ü. x1 ilə x2'ni yan bayan gətireyim. Kök altı x1 x2 tənliyin özündən görsənir 64'də. Bu tənliyi bu qıraqda yazım. X kvadratı çıxılsın px plus 49 bərabər 0. x1 üstə gəl x2 əks işarə ilə p'dir, yəni mənfi p'dirsə müsbət p yazacağım. x1 vur x2-dəki 49. Üstə gəlib p'dirsə üstə gəlin yerinə p yazıram. Üstə gəl 2 kök altda x1 vur x2-də 49. 64'də. P plus 49'dan 7 çıxır, vuranda 2 14. 64'də p ilə bərabər 64 14. 50. Üzeri plus 1 böl 2 5. Deyir tənliyinin kökü. Bunu tapaq rahat sıradır 10. 3 y bərabər 10'dan 1 çıx 9. Y də bərabər 3'ə çarpacaqlar. Y oldu 3. Deyir digər tənliyin kökləri hansı ilə bərabərdir? X kvadratı üstə gəl a çıx 5. X üstə gəl a üstə gəl 2. Bu tənliyin kökləri hansıdır? A üstə gəl 2'dir. Deyir bunun kökü digər tənliyin kökləri hansıdır? Yəni 3 bərabərdir a plus 2'yə. Köklər hansıdır? A plus 2'dir. Burada da bunun da kökü 3'dür. A da bərabərdir 1. Çox tez tutar. A 1'dirsə yerinə qoy 1'i. X kvadratı üstə gəl 1 çıx 5. X üstə gəl 1 üstə gəl 2. X kvadratı çıx 4. X üstə gəl 3 bərabər 0. Tənliyin kökləri cəmini tapın. X1 üstə gəl x2 də bərabər olur müsbət 4'ə. X kvadratı çıx 6x üstə gəl m kvadratı üstə gəl n kvadratı çıx 3m'n bərabər 0. Deyir m və n tənliyin kökləridir. M və n tənliyin kökləridirsə m vur n köklər hasili c'yə bərabər olmalıdır. Yəni yanında x olmayan bütün ifadə. Bu iki ifadəni bərabərləşdirəcəm. M ilə n köklərdirsə köklər hasili c'yə bərabərdir. C yazım. M vur n. C də bərabərdir bu altından xətt çəkdiyim ifadəyə. M'ni sağa atım. 3 M'ni ataq sonra mənfi 3 M gəlir bir yana belə. İşarəsini dəyişir. M'lər toplanır edir 4 M bərabərdir m kvadratı üstə gəl n kvadrat. Mənə köklərin kvadratları cəmi lazımdır. Elə bu ifadənin özü lazımdır mənə. Onu necə taparam? 4 m'dən işim yoxdur. Bunun köməkçi müstəvidə vurma üstünü açım. M üstə gəl n'in kvadratı çıxılsın 2mn. 2mn də gətir bu 4 m'nin yanına. Üstə gəl 2mn bərabərdir m üstə gəl n'in kvadratına. M üstə gəlin bəllidir tənlikdən.
Çünki tənlik köklərdirsə, köklər cəmi əks işarə ilə bu 6-ya bərabər olmalıdır. Yəni mənfaltısa müsbət yaz. Gətir burada 6-nı yaz. 4m üstə 2m 6m bərabər 6-nın kvadratına. 6m 36-dırsa m 6-dır. Mənə deyir köklərin kvadratları cəmi. Köklərin kvadratları cəmi m-in kvadratı üstə n-in kvadratı elə 4m-ə bərabərdir. 4 vur 6 24.